Aha, növbəti izahımız isə Qəznəvilər dövləti ilə bağlı olacaq. Deməli, Qəznəvilər dövləti 962-1187-ci illərdə mövcud olmuşdu. Qəznəvilər dövləti deməli, yaranmamışdan əvvəl onu da deyək ki, 9-cu əsrdə İslam aləmində türklərin əhəmiyyəti artır. Yəni, ərəblər öz yanlarında Türklərdən ibarət mühafizə dəstələri saxlayırdılar və bunlar da qulam adlanır ki, qulamlar yəni əvvəlcə kölə kimi xidmət edirdilər və daha sonra sərkərdələrə, hərbiçilərə və dövlət başçılarına çevrilirdilər. Belə qulamlardan biri də Aptekin idi. Aptekin əvvəlcə Samanilərə xidmət etmişdi. Daha sonra Samanilərlə aralarında mübarizə yarandığına görə o Əfqanistana, Qəznəv ərazisinə gedir və 962-ci ildə Qəznəvilər dövlətini yaradır. Qəznəvilər dövlətinin paytaxtı Qəznə şəhəri idi. Qəznəvilər dövlətinin digər qüdrətli hökmdarı Mahmud Qəznəvidir ki, 998-1030-cu illərdə hakimiyyətdə olub. Mahmud Qəznəvi Hindistanın şimal-qərbini tabe etmişdi, tutmuşdu. Samanilərlə mübarizə aparmışdı. Qaraxanilərdə də demişdik 999-cu ildə ilk dəfə sultan titulunu qəbul etmişdi Türk aləmində. Daha sonra Əl-Biruni və İbn Sina kimi alimləri saraya dəvət etmişdi. Səlcuqlara ölümünün sonuna yaxın Xorasanda məskunlaşmasına icazə vermişdi. 11-ci əsrin 30-cu illərində dövlət zəifləyir, hətta 1040-cı ildə Dənnəneşan döyüşündə Səlcuqlara məğlub olurlar Qəznəvilər. Daha sonra Curlu tayfalar tərəfindən sıxışdırılmağa başlayırlar və paytaxt Qəznə şəhərindən Lahora köçürülür. 1187-ci ildə də Curlu tayfalar tərəfindən süquta uğrayırlar. Belə, Qəznəvilər dövləti ilə bağlı da əsas məqamları sizlərə qeyd etdim.